Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Bizim kanalımızda artık iki ayrı gri kondisyoner modellerinin videosu var idi ve biz bu günləri başka bir gri kondisyonerinin videosunu çekmek kararına geldik. Bu kondisyonerin on-off düyməsidir, pultun on-off düyməsidir. Bunun düyməsi yardımıyla biz kondisyoneri yandırıb söndürə bilirik. Kondisyonerin rejimlerini dəyişmək üçün mod düyməsindən istifadə edirik. Hər dəfə basdıqda bir başka moda keçmiş olur. Ve burada 5 mod var. 5 rejim var. Auto rejim, soyutma rejimi, kurutma rejimi, ventilator rejimi ve isitme rejimi. İnsanların əksəriyyəti kondisyonerdən soyutma məqsədləri üçün istifadə etdiklərinə görə biz əvvəlcə soyutma rejimini izah edəcəyik. Mod düyməsini basırıq və burada qar dənəci işarəsi görünəndə kondisyonerimiz soyutma rejiminə keçmiş olur. Bu rejimdə demək temperaturu 22, 23, 24 dərəcə arasında ayarlayırıq. Yataq otağında temperaturun 24 dərəcədən aşağı salınmamasını biz sizə məsləhət görürük. Əgər elektrik enerjisinə qənaət etmək istəyirsinizsə, o zaman 24 dərəcədən yuxarı tutun. 22 dərəcədən aşağı bir temperatur olan otaqda uzun müddət olmaq soyuq dəyməyə səbəb ola biləcəyinə görə biz sizə onu məsləhət görmürük. Kondisyonerin demək sürətinin dəyişilməsi üçün burada bir fan düyməsi var. Hər dəfə biz ona basdıqda bir sonraki sürətə keçmiş olur. Hal-hazırda aşağı sürətdir, orta sürət, yuxarı sürət və avtomatik sürət. Qeyd etmək istəyirik ki, sürət artdıqca kondisyonerin soyutma qabiliyyəti də artmış olur. Biz deməli mod düyməsini yenidən basırıq və burada bir 3 su damlası işarəsi simvolu gəlir. Bu qurutma rejimidir və evdə olan nəmi azaldılması üçün nəzərdə tutulmuşdur. Mod düyməsini bir daha basdıqda burada bir ventilator işarəsi gəlir. Bu sərinkeş, yəni ventilator rejimidir və bu rejimdə kondisyoner adi bir fan kimi çalışır və burada heç bir soyutma və yaxud isitmə hadisəsi baş vermir. Biz indi mod düyməsini yenidən basırıq və deməli isitmə rejiminə keçirik. İsitmə rejimini sizə izah edərkən bildirmək istəyirik ki, isitmə rejimi soyutma rejimindən həqiqətən çox fərqlidir. Bu səbəbdən dediklərimizə diqqətlə qulaq asmaq lazımdır. İsitmə rejimində temperaturu 26 dərəcədən yuxarı tuturuq və burada ən maraqlı məsələ nədir? Fanın sürətinin fan avtoya qoyulmasıdır. Bunu etmək üçün əlbəttə ki, biz fan düyməsini bir neçə dəfə basırıq və burada fan avto sözü gələndə kondisyonerin deməli kondisyonerin pultu avtomatik fan rejiminə keçmiş olur. Burada nə hadisəsi baş verir? Burada deməli fanın sürəti mikroprosesor tərəfindən idarə olunduğuna görə kondisyoner daha yüksək səviyyədə işləyir və eyni zamanda çöl hissənin qarla örtülməsi, donması yalnız havanın temperaturu 0 dərəcəyə yaxınlaşdıqda baş verir. Qeyd etmək istəyirəm ki, insanların əksəriyyəti elə bilirlər ki, kondisyoneri isitmə rejiminə qoyduqda həmən oradan yəni güclü isti çıxmalıdır. Halbuki bir kondisyoner isitmə rejimində ən azı havanın temperaturuna asılı olaraq 20 dəqiqə ilə 40 və yaxud hətta 1 saat ərzində isinməsi gedir. Havanın temperaturu aşağı düşdükcə kondisyonerin isitmə qabiliyyəti də aşağı düşür və bu səbəbdən istehsalçılar başqa isitmə deməli cihazlarını istifadə etməyi məsləhət görürlər. İndi biz mod düyməsini bir daha basırıq və avto rejimə gəlib çatırıq. Avto rejimdə kondisyoner evdə olan temperaturu daimi 24 dərəcə səviyyəsində saxlamağa çalışır. Əgər temperatur 24 dərəcədən aşağı düşərsə kondisyoner isitmə rejimində, yuxarı qalxarsa soyutma rejimində çalışacaqdır. İndi biz mod düyməsini bir daha basıb soyutma rejiminə qaydırıq və burada hansı daha düymələr var onları izah edəcəyik. Məsələn, deyək ki, biz temperaturu 22 dərəcəyə qoymuşuq və yerimizə uzanmışıq. Bayaq da dediyim kimi 22 dərəcəli bir temperatur olan otaqda rahat yatmaq mümkün deyildir və hətta bu soyuq dəyməyə səbəb ola bilər. Bu səbəbdən istehsalçılar burada bir sleep düyməsi, yəni yuxu rejimi düyməsini qoymuşlar. Onu basdıqda burada ay və 3 ulduz simvolu gəlir. Bu da nə deməkdir? 2 saatdan sonra kondisyoner temperaturu 23 dərəcəyə qaldıracaq və bir neçə saat keçdikdən sonra yenidən 24 dərəcəyə qaldıracaq və dolayısıyla soyuq dəymə kimi bir problemimiz olmayacaq. Bu rejimdən çıxmaq üçün sleep düyməsini yenidən basmamız lazım gəlir. Kondisyonerin
jalüzlərini hərəkətə gətirmək üçün burada swing düyməsi var. Biz onu basdıqda yuxarı aşağı hərəkət edir və yaxud hər hansı bir pozisiyada biz onu dayandıra bilirik. Bundan başqa burada demək turbo düyməsi var. Turbo düyməsi nə işə yarayır? Məlum məsələdir ki, hava həddindən artıq isti olduqda bəzi vaxtı istifadəçilər evin tez bir zamanda soymasını istəyirlər. Bu səbəbdən də temperaturu aşağı endirirlər və turbo düyməsini basırlar. Həqiqətən də bu turbo düyməsi basılanda burada belə bir işarə gəlir və 15 dəqiqə, bəzi kondisionerlərdə isə yarım saat ərzində bu rejimdə işlədikdən sonra, yəni güclü soyutma işi apardıqdan sonra əvvəlki rejimə qayıtmış olurlar. Bundan başqa burada X-Fan sürəti var, daha doğrusu düyməsi var. İnsanların çoxu bunu basdıqdan sonra nə hadisəsi baş verəcəyini bilmirlər və bundan sonra ustalara zəng edirlər. Biz indi həmin məsələni izah edirik. X-Fan basıldıqda burada belə bir işarə gəlir və biz bunu kondisioneri söndürdükdən sonra da o işarə yerində olur və kondisionerin fanı, yəni ventilatoru ən azı 5-10 dəqiqə işləyir və kondisionerin üzərində olan nəmi qurudur. Bu rejimdən çıxmaq üçün yenidən X-Fan düyməsini basırıq. Burada demək light düyməsi var. Light düyməsi basıldıqda kondisionerin yəni iç hissəsinin üzərində olan displeyin işığı yandırılır və yaxud söndürülür. Bu işığı yandırılıb söndürməsi nəyə lazımdır? Bəzi vaxt insanları bu işıq narahat edə bilər. Bu səbəbdən də elə ediblər ki, yəni siz həm onu söndürə bilərsiniz, həm yandıra bilərsiniz. I-fill düyməsi basıldıqda burada belə bir işarə gəlir və bu nə işə yarayır? I-fill işarəsi basıldıqda kondisionerin temperaturu, yəni qoyulmuş temperatur artıq pult vasitəsilə ölçülür. Yəni pultun qoyulduğu yerdə əgər məsələn siz 22 dərəcə ayarlamısınızsa, pultun qoyulduğu yerdə nə vaxta qədər ki temperatur 22 dərəcə düşməyib, kondisioner dayanmadan çalışacaqdır. Bu rejimdən çıxmaq üçün yenidən eyni düyməni basırıq. Bundan başqa burada bir temp düyməsi var. Biz onu basdıqda belə bir işarələr gəlir, amma bu hər modeldə deyil. Bu həm bayırda olan temperaturu ölçmək üçün, həm də evdə olan temperaturu ölçmək üçün olan bir düymədir. İndi isə başqa bir rejimdən danışacağıq, timer rejimindən. Bu çox önəmli məsələdir. Əvvəllər biz videolarımızda bunu çəkmirdik, sonralıca bəzi demək istifadəçilərin xahişi ilə biz indiki videolarımızın hamısında bu rejimi izah edirik. Məsələn, kondisioneri söndürdük və işə gedirik. İşdə səhər saat 8-də gedirik, evdən çıxırıq. Axşam saat 8-də evə qayıdacaq, yəni 12 saat sonra evə qayıdacaq. Bu o deməkdir ki, 11 saat sonraya əgər biz kondisionerin timerini ayarlasaq, biz evə gələnə qədər evimizi soyudacaqsınız. Demək, soyudacaq. Timer düyməsini basırıq və timer onu 11 saat ayarladıqdan sonra yenidən timer düyməsini basırıq. Və burada 11 saat 10. 11 saatdan sonra kondisionerin işə düşəcəyi bildirilir. Bu rejimdən çıxmaq üçün biz söndürürük. Və yaxud kondisioner yanılı vəziyyətdədir. Yerimizə uzanırıq. İstəyirik ki, kondisioner biz yuxu tutduqdan sonra yəni söndürülsün. Məsələn, deyək ki, gecə saat 10-da yerimizə uzanırıq. İstəyirik ki, səhər saat 3-də sönsün. Yəni 5 saat sonra sönsün. Yenidən timer düyməsini basırıq. Burada 5 saatı nizamladıqdan sonra yenidən timer düyməsini basırıq. Kondisionerimiz gecə saat 3 tamamda, yəni 5 saat sonra söndürüləcəkdir. Bu rejimdən çıxmaq üçün yenidən timer düyməsini basırıq. Bəli, bəzi ölkələrdə deməli Celsius şkalası deyil, Fahrenheit şkalası, yəni istifadə olunur. Bu da başqa bir temperatur şkalası sistemidir. Bu sistemdən ona və yaxud əks tərəfə keçmək üçün əvvəlcə kondisionerin pultdan söndürürük. Sonra mod düyməsi ilə temperaturun aşağı, temperature down düymələrini eyni zamanda basdıqda burada görürük ki, hal-hazırda 71 dərəcə Fahrenheit görkəzir. Eyni, yəni Celsius şkalasına yenidən qayıtmaq üçün yenidən eyni düyməni basmış olduq. Bəzən elə olur ki, bizim kondisionerdən heç kimin istifadə etməməsini istəyirik. Deyək ki, otağımızda bir neçə kompüter var, kompüterlə iş görür, temperaturu 20 dərəcəyə qoymuşuq və istəyirik ki, heç kim bizim pultumuzdan istifadə eləməsin. Bu, belə olduqda temperatur yuxarı və temperatur aşağı düymələri eyni zamanda basırıq və ekranda kilit işarəsi gəlir.
Kilit işarəsi gəldikdə artıq burada heç bir düymə çalışmır. Və hər dəfə biz düymələri basdıqda kilit işarə yanıb sönür və bizə bildirir ki, demək sistem kilidlənmişdir. Bu rejimdən çıxmaq üçün yenidən eyni düyməni 3 saniyə ərzində basırıq və kilit rejimindən çıxmış oluruq. Soyutma rejimində, yəni bu rejimdə enerjinin qənaətlə işlədilməsi rejiminə keçmək üçün timer və temp düymələri eyni zamanda basıldıqda burada SE hərfləri görünür. Yəni bu rejim ekonomiya rejimidir, qənaət rejimidir. Biz eyni düymələri təzədən basıb oradan çıxırıq. Eyni düymə isitmə rejimində basıldıqda görək nə hadisəsi baş verir. Burada isə 8 dərəcə göstərilir. Bu nədir? Bəzi evlərdə yaşayış olmayanda orada nəsə demək, hansısa qızdırıcı işləməlidir ki, demək, aboylar qopmasın və yaxud da evdə nəmişlik olmasın. Həmən evlərdə bu demək, funksiya qoşulduqda kondisioner daimi evdə olan temperaturu 8 dərəcədən aşağı düşməyə qoymur. Bu da çox maraqlı bir funksiyadır. Bu rejimdən çıxmaq üçün yenidən timer və temp düyməsini eyni zamanda basmaq lazımdır. Burada əlbəttə ki, Wi-Fi rejimi də var, amma yəni Wi-Fi rejimini işləməsi üçün mütləq surətdə sizdə Wi-Fi modul olmalıdır və bundan sonra siz həmin kondisioneri Wi-Fi vasitəsilə idarə edə bilərsiniz. Bizi axıra qədər izlədiyinizə görə sizə təşəkkürümü bildirirəm. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.